Çünki sən 40 İsti tonluq su. sən doldurur deyə. Elə Sən ki. də aparıb gedib oranı doldurur. Dayanıb indi yenə vuracaq. Şükür. Görün nə qədər cəmaat hamısı yığır. Sadəcə səbir yoxdur bizim cəmaatda ki, bir hamı doldursun, çıxsın. Çox istidir, su qaynardı. Mənim əlim belə baxın, qıpqırmızı oldu, dolduranacaq. Yəni qaynardı, 80 dərəcədir. 2 dənə balaca butulka doldurduq bacımla ikimizə. Bütün marketlərə buradan faydalanılır. Yəni buradan satış yoxdur amma. Gördüyünüz o durbalarla gətir, o çənə vurulur, çəndən də təzən burada çəndən belə deyim ki, tərkibi. Çünki burada adi biz mağazada içdiyimiz isti su istədiyimiz qədər içə bilirik, amma buradakı çox içmək olmur. Şükür çoxdur tərkibində olduğuna görə. Çox içəndə ziyanlar edir, amma marketdə isti sularda tərkibi biraz şükür azaldılır deyə və bəlkə tərkiblər zəifləndiyinə görə yəni rahat şəkildə içmək olur. Burada temperatur deyəsən daha azdır, elə dedilər. Belə pilləkənlə ehtiyatla düşmək lazımdır. Bu hamısı kükürtdür bu rəngdə. Yol gələ-gələ ağlaya qoydu. Bizim İsti sudur. Kükürtlü su. Burada çok böyle spesifik iyi var. Да, попил. Вкус похожий, как у бутылок, но немного кислее. И сейчас послевкусие немножко кухоньями. Nasıl qırağına getməlidir? Qırıldı. Kəsəsən yox. Bütün meşəni batırdılar. Ekologiya korladılar. Şəhər də bir.